ATV-lər. Arada bizim şeyxdən də danışın da, xəstədir. Gündəlik müzakirə edin, yanına gedin, kameraları göndərin yanlarına çəksinlər. Bəsdirin də, bizi bezdirdiniz. Ay, bizim gözəl şeyximiz. Ağır xəstəlik tapılıb onda. Ev şəraitində müalicə alıram. Tibb bacısı da yanımda olur. Dərmanlar, iynələr, sistemlər hamısı ev şəraitində aparılır. Çünki xəstəxanada qala bilmədim, darıxdım. Təbii ki, bunu aktyor Şeyx Əbdül Mahmudbəyov deyib, səhhətində yaranmış problemlərlə bağlı axar nöqtəazı açıqlama verir. Xəstəliklərimdən biri nəfəs bronxlarımla bağlıdır. Həmçinin əl-ayağımda titrəmələr başlayıb. Sağ tərəfimdə Parkinson əlamətləri var. Çətin hərəkət edirəm. Streslə bağlı psixoloji çətinliklər çəkirəm. 3 gündür Parkinson xəstəliyinə qarşı müalicəyə başlamışam. Əl-ayağımda keymələr, əsmələr hələ keçməyib. Deyirlər 5-10 gün dərman qəbul edim, keçəcək. İndi yazı pozlarımı sol əlimlə edirəm. Sağ əlim yaxşı işləmir. O bildirib. Fotosunu göstərirəm sizə. Mənim çox hörmət etdiyim, sevdiyim. Harada mən Şeyx Əbdülü görürəmsə, mütləq yaxınlaşıram, mütləq. Allah sizə can sağlığı versin, Şeyx Əbdül. Siz bizə lazımsınız. Özünüzü qoruyun.